Azərbaycan Yazıçılar Birliyində yazıcı, publisist, jurnalist Həbib Əliyevin Krım Radiosunda Azərbaycan Ziyalıları kitabının 6-cı nəşrinin təqdimat mərasimi keçirilib. Mərasimdə Azərbaycan Yazıçılar Birliyinin üzvləri, tanınmış elm, mədəniyyət və ictimai xadimlər iştirak ediblər. Ona görə də ömrünün böyük bir hissəsini Krımda yaşamalı oldu. Çıxış edənlər yazarın zəngin yaradıcılığı və keşməkeşli həyat yolu barədə ətraflı məlumat veriblər. Bildiriblər ki, yazıcı Həbib Əliyev ermənilərin Azərbaycana qarşı törətdikləri vəhşilikləri və xüsusilə Xocalı faciəsini dünyaya çatdırmaq üçün 1996-cı ildə Azərbaycanı tərk edib Ukrayna torpağına üz tutub. Mən Azərbaycanı tərk edib getməliyim. Getməliyim Azərbaycanın bu dərdlərini orada kiməsə deməyə. 5 adama desəm, o da gedər başqasına deyib, olar onun nəfərdir. 1997-ci ilin mart ayında Azərbaycan Qobustan proqramının əsasını qoyur. Ermənilərin hədələrinə, təzyiqinə baxmayaraq, o geri çəkilmədən radio işini uğurla davam etdirir. Azərbaycan həqiqətlərini dünyaya çatdırır. Hətta həmən qəzeti Həbib müəllimin özünə təqdim eləmişdim və heç təsəvvür etməzdim ki, bugün mən burada özü axtarırdım Həbib müəllimi. Bugün mən burada onunla rastlaşacağam. Qeyd ediblər ki, Qobustan proqramı həmçinin Azərbaycan və Ukrayna arasında bir dostluq körpüsü rolunu da oynayıb. Qeyd edək ki, 2013-cü il oktyabr ayında radionun verilişləri beynəlxalq müsabiqəyə təqdim olunub. Dünyanın 700 jurnalistinin iştirakı ilə Qobustan proqramı radiolar üzrə müsabiqənin qalibi olub. Beynəlxalq laurət diplomuna və gümüş qələm medalına layiq görülüb. Həbib müəllim Ukraynada yaradıcılığını ümumiyyətlə Azərbaycana həsr edib. Çox böyük işlər görübdür. Çap elədiyi kitablar, səsləndirdiyi verilişlər artıq bizim Qızıl fondumuza daxil olmuşdur. Azərbaycanlı gənclər, uşaqlar, ağsaqqallar, ağbirçəklər Həbib Əliyevin adını böyük hörmətlə çəkirlər. Keçdiyi yol böyük bir filmin ssenarisidir, hazır ssenaridir. Özü də o baş rolda oynaya bilər.